Assalamualaikum uşaqlar, necəsiz? Uşaqlar, ümid edirəm yaxşısınızdır. Bugün sizlərlə birlikdə Azərbaycanın yeni sunucularından biri olan Elite Network sunucusu Skyblock-dur bu sunucu. İlk öncə bunu deyib, kanala abunə olub, like atıb, bütün bildirimləri açmağı unutmayın. Açıqlama qismində qoyduğum Discord kanalına gəlib, siz də öz təkliflərinizi verməyi unutmayın. Uşaqlar, ilk öncə /spawn dedikdə belə bir yerdə canlandıq. Burada gördüyünüz kimi sizlərə bilgi verilib. Burada Arda nə işə yarayır? Arda günlük ödülləri verir. Gördüyünüz kimi burada günlük ödülləri ala bilərsiniz. Burada uşaqlar türk qardaşlarımızın bayrağı var. Düzdür, buranı biz götürmüşdük. Burada türk qardaşımızın bayrağı var idi. İstədik bunu Azərbaycan bayrağı edək. Sonra dedik ki, yox, qalsın elə türk. Burada bunların adı dəyişəcək, narahat olmayın. Bunlarını gör. Bura məsələn mərkəz, spawn, bank, hərrat, təmirçi, bacarıq, saraya giriş. Məsələn arenaya daxil olaq. Gördüyünüz kimi arenamız buradır. Bu nə deyir? Sağ tık arenaya giriş yap. Yəni üstündəki itemlərlə arenaya giriş yapıb burada savaşa bilərsən. Nəysə. /spawn bir daha yazaq. Öz deyək ki, Skyblock-a işınlanmaq istəyirsiniz. Burada Samet tıkladıqda burada ada məlumatlarına tıklayırsınız və sizlərə məsələn indi sizə belə gəlməyəcək. Məsələn siz ada məlumatlarına tıkladıqda əgər oyunda təzə başlamısınızsa sizlərə belə gəlməyəcək. Mən indi yol adam var deyə bundan əvvəlki videoda adam videosunu çəkmişdim. Adam var deyə bu gəldi. Ondan sonra Sultan buna hələ baxmamışam. Saxlıq etdikdə etkinli. Ha yox, bu bizdə idi. Bunu mən edəcəm. Burada gördüyünüz kimi kasalarımız mövcud. Burada məsələn F4 dedim məsələn deyək. Bura baxaq. Netred kazma falan var. Burada spawn falan var. /shop yazırsınız və gördüyünüz kimi burada shop sistemi şeydir. Bura tam baxmadıq. Burada məsələn yox. Spawn yazar yenidən. Spawn yazdıqda baxın. Gəldi bura. Burada mətin daşı var. Bu nə işə yarayır? F4. Bunu dayanmadan qırırsınız. Nəysə. Uşaqlar, onu tam başım çıxmadı. Mənlə birlikdə İbrahim də bu sunucu düzəltdiyini o bilər yəqin. AFK zonasına gedib AFK 14 dəqiqə gördüyünüz kimi burada yazıb. Orada mükəmməl ödüllər qazana bilərsiniz. Bura saraydır. /spawn yazırıq yenidən. Spawn yazırıq və burada yenidən bura gelirik. Bura saxdıq. Balıqçıya vurduqda gördüyünüz kimi burada reis iskelet görüb balıq tutma. Məsələn balıq tutub burada özəl əlinizi edə bilərsiniz. Məsələn burada balıq tutursunuz və orada özəl takaslarınızı edə bilərsiniz. Yenidən /spawn yazaq. Burada tıkladıqda bank var. Məsələn banka daxil olaq. Gördüyünüz kimi Cem. Nasılsın Cem? Çək 25%. Bankanızdakı paranın 25%'ini çəkin. Neysə bankaya para yatırırsınız və 25 buradan çəkə bilərsiniz. /yenidən spawn yazırıq. Ahmetə, Mehmetə bir dəfə tıklayırıq. Hərrat təmirçiyə vurduqda sən burada əşyalarınızı
təmir edə bilərsiniz. Ondan sonra yenidən /spawn yazırıq. Məhmətə bir dəfə tıklayırıq. Burada bacarıq ustası. Hə, bu buradır. Məsələn, ovçuluq, hə, bildim. Bu buradır. Məsələn, büyüləyici əşyalarını büyüb asırsan, bu qalxır. Ondan sonra sizə deyim, bu ikisi düzəldirsən qalxır. Bunu bilmirəm. Hə, bu heç tərpəndikdə qalxır, ox atmaqla qalxır, savaşmaqla qalxır, özünü savunmaqla qalxır, əkir əkməklə qalxır, ağac qırmaqla qalxır, daş qırmaqla, madən eləməklə qalxır, balıq tutmaqla qalxır. Ümumiyyətlə bu ilə nə eləsin bilirsiniz də yəqin ki. Neyse uşaqlar, yenidən /spawn yazırıq. Burada yenidən bura gəldik də saraya giriş maraqsız. Neyse bu qurtardı. Burada uşaqlar. Bir dəqiqə. Ana. Və onların hamısı /warp yazaraq da warp istədiyinizi edə bilərsiniz. Uşaqlar, videomuz bu qədər idi. Kanala abunə olub, like atıb, bütün bildirimləri açmağı unutmayın. Discord sunucumuza gəlib, oradakı IP ilə bizim sunucumuza qatılmağı unutmayın. Qatılsanız çox sevinərəm. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.